Və sabahda diqqətimi çəkən digər məsələ nədir? Bilmirəm, məndən razılaşasan yoxsa yox. Sabahda hücum xəttində zədələnən futbolçu var. Safranko'dur. Safranko. Safranko olanda Sabah başqa cür futbol oynayır. Çünki Safranko necə futbolçudur? Taran tipli. Taran tipli, arxası qapıya, topu belə deyək də, yarım müdafiəçilərə servis eləyən futbolçudur. Hansı ki, özü cərimə meydançasının içində daha belə top gəlsin, orada belə deyək də, normal o İngilislər demişkən pivot santrfor deyirlər də, yəni elə bir futbolçudur. Amma bəli, klassik 9 nömrə. Amma Sabahda hal-hazırda hücum xəttində oynayan və meydanın kənarlarda oynayan futbolçular hamısı mənim bu diqqətimi çox çəkir. Hamısı atletik futbolçulardır. Yəni çempionatda belə futbolçular 3 komandada var məncə. Sabahda, Qarabağda atletik, düzdür, Qarabağda biraz fərqli, o daha çox driblingə malik olan futbolçulardır və Araz Naxçıvanda, hansı ki, hücum xətti atletik futbolçulardan ibarətdir. Və fikir versinizsə, xanoğlan, Sabahın hücum xəttinə qarşı oynamaq çox çətindir. Çünki futbolçular həm güclüdürlər atletik cəhətdən, həm sürətlidirlər, həm də ən əsas mənə görə, ən əsas oyuncu keçmə bacarıqları asandır. Fərdi ustalıqları. Yəni fərdi ustalıqları yüksək səviyyədədir. Və buna görə də Sabahın hücum xəttini belə deyək də saxlamaq çox çətin olur. Mənim yadıma gəlmir ki, Sabah hansısa oyunda qol vurmasın, oyunu tək eləsin. Yəni bu oyunda o yaradılan epizodlar sırf o futbolçuların belə deyək də təşkilatsızlıqdan əlavə, yəni o hansı ki məşqdə işlənilən o Qarabağa qarşı olunan analizdə, bu mənim şəxsi fikrimdir. Yəni futbolçuların sırf o keyfiyyətlərə sahib olması niyə görə? Yadıma gəlir, biz bəzən danışırdıq Qarabağa qarşı, məsəl üçün bir çox komanda oturur müdafiədə gözləyir. Yəni ha vaxt imkan tapsaq əks hücum qurarıq. Amma Sabahda bu belə deyildi. Sabah yeri gəldi. Özü dominant oynamağa çalışırdı. Bəli, yəni Sabah özü dominant olmağa çalışırdı. Çünki əlindəki o futbolçuların ustalıq səviyyəsi buna imkan verir. Əslində digər komandalarımızda da yaxşı ustalıq səviyyəsinə malik futbolçular var. Amma çox təəssüf ki, sırf məhz Qarabağın oyununda biz bunu görə bilmirik.